Salam əziz izləyicilər, smart kart tipli sayğacların balansını artırmaq mümkün oldu. Bilirsiniz ki, son 2 gündür balansı artırmaqda texniki çətinliklər yaşanırdı. Ödəniş terminallarının heç biri kartı oxuya bilmirdi, kartı tanımırdı və Azərqazın bu sistemində problemlər var idi son 2 gündür. Artıq bugün yanvarın 2 saat 14:00-dır. Biraz əvvəl, bir neçə dəqiqə əvvəl mən kartın balansını artıra bildim. Qaz sayğacının düzdür, hələlik sayğacın yükləməmişəm balansı, onu bilmirəm, sayğac qəbul edəcək, etməyəcək. Hələlik onu bilmirəm, amma onu deyə bilərəm ki, ödəniş terminalı vasitəsilə kartın balansını artırmaq mümkündür. Görünür, texniki problem aradan qaldırılıb. Ümid edək ki, sayğacın da balansını, kartdakı balansı sayğaca köçürmək mümkün olacaq. Beləliklə insanlar soyuqdan əziyyət çəkməyəcəklər. İstədim bu yaxşı xəbəri sizinlə bölüşüm. Kim kartın balansını artırmaq istəyirsə, ödəniş terminallarına müraciət edə bilər və kartın balansını artıra bilər.